Salam yoldaşlar, güvən test topusundan MK-nın əsasları ideal qaz qanunları bölməsinin izahları davam edir. Növbəti izahımız ideal qaz qanunları mövzusuna aiddir və testlər suallarını əvvəlcə əhatə edəcək. Başlayaq. 1. Boy-Marot qanun düsturu hansıdır? Boy-Marot qanunu izotermik prosesə aiddir və izotermik prosesdə temperatur sabit olur. İdeal qazda PV bölgə nisbəti sabit olduğunu biz Mendeleyev koefisiyent təlindən bilirik. PV bərabər nöqtədir. Buradan PV bölgə nisbətini tapanda bu bərabər olur nöqtəyə. Maddə miqdarının universal qaz sabiti sabit olduğu üçün biz bu nisbəti də sabit qəbul edirik. İndi burada temperatur sabitdirsə, onda yerdə qalan PV sabit olacaq. Yəni, Boylan qanunda deyilir ki, sabit temperaturda verilmiş ideal qazın təzyiqinin həcminə hasili də sabitdir. Yəni, P1 V1 bərabərdir P2 V2. Cavabımız olacaq birinci sualda A variantı. Növbəti sual 2. Gey-Lussak qanun düsturu hansıdır? Gey-Lussak qanunu isə izobar prosesdədir və izobar prosesdə təzyiq sabitdir. Təzyiq sabitdirsə, PV bölgə nisbəti demişdik ki, sabitdir. Burada P də sabitdirsə, demək yerdə qalan V bölgə nisbəti sabit olacaq. Bu da cavab verir bizə B variantında. Yəni, Gey-Lussak qanununda deyilir ki, sabit təzyiqdə verilmiş ideal qazın həcminin mütləq temperaturlara nisbətidir, sabit qalır. 2-də B. Keçirik növbəti sualımıza, 3-cü suala. 3-cü sualda isə artıq Şarl qanunundan söhbət açıb, hansı təmlik verilmiş ideal qaz üçün Şarl qanunu uyğun gəlir. Şarl qanunu da izoxor prosesə aiddir, yəni həcm sabitdir orada. Yenə PV bölgə nisbəti sabit. Həcm də sabitsə, deməli P bölgə nisbəti sabit olacaq. Yəni, P1 böl T1 bərabərdir P2 böl T2-yə. Buradan alıram ki, P1 T2 bərabər çarpaz vurdum P2 T1-ə. Cavabımız olacaq 3-cü sualda E variantı. Yəni, Şarl qanununda da deyilir ki, sabit həcmdə verilmiş ideal qazın təzyiqinin mütləq temperatura nisbəti sabit qalır. Növbəti sualımız 4. Sabit temperaturda, yəni izotermik proses, termodinamik sistemin halının dəyişməz prosesi necə adlanır? Yəni dedim, izotermik proses adlanır. İzobarda təzyiq sabitdir, izoxorda isə həcm sabit olur. 4-də D. Sonra 5-ci sualımız gəlir. Hansı prosesdə verilmiş ideal qazın təzyiqinin temperaturu artır? İzotermikdə temperatur sabit qaldığına görə də B variantı deyil. İzobarik sıxılma. İzobarda təzyiq sabitdir. Sıxılıbsa həcmi azalıb, həcm azalırsa temperatur da azalır. Çünki izobar prosesdə təzyiqlə temperatur düz mütənasibdir. Və burada biz temperaturu azaltdıq, ona görə də temperatur artar bizə lazımdır, bu deyil. İzobarik soyunmada yenə təzyiq sabitdir, artıq sözdən görünür soyunma, yəni temperatur azalıb. Deməli, bu da deyil. İzobarik genişlənmədə bəli, doğrudur. Çünki təzyiq sabitdir, genişlənibsə həcmi artıb, həcmi artıbsa temperatur da artmış olacaq. Cavabımız olacaq 5-ci sualda D variantı. 6-da isə yenə soyumadan bəhs edir. Soyuma soyduğu üçün temperaturu azalar təbii ki. Növbəti sualımız 6. Hansı prosesdə verilmiş ideal qazın təzyiqi artar? Təzyiq nə zaman artar? İzobarlara çıxıram, çünki izobarda təzyiq sabitdir. Qaldı burada izotermik sıxılma. İzotermik sıxılmada temperatur sabitdir. Sıxılıbsa həcmi azalıb, həcmi azalıbsa təzyiqi artar. Çünki izotermik prosesdə təzyiqlə həcm tərs mütənasibdir. Həcm azalırsa təzyiq artır. Bu doğru variantdır. 6-cı sualda B. Yəni genişlənəndə həcmi artır, təzyiqi azalır, yəni izotermikdir. İzoxor soyumada isə həcm sabitdir, temperatur azalır. Temperatur azalırsa təzyiqi də azalmış olacaq. Yəni izoxor prosesdə təzyiqlə temperatur düz mütənasib olduğu üçün 6-da B variantı. Növbəti sualımız 7. Verilmiş ideal qaz izotermik sıxılırsa, izotermikdirsə temperatur sabitdir və deməli temperatur dəyişməz, deməli D ilə Y deyil və sıxılıbsa həcmi azalıb, həcm azalırsa təzyiqi artır. Deməli cavabımız olacaq 7-ci sualda A variantı. Növbəti sualımız 8. İzobar sıxılma zamanı verilmiş ideal qazın həcmi 2 dəfə azalarsa qazın temperaturu necə dəyişər? İzobardır, təzyiq sabitdir.
Həcm 2 dəfə azalırsa, temperatur 2 dəfə azalar. Yəni izobar prosesdə həcmlə temperatur düz mütənasib olduğu üçün həcm 2 dəfə azalırsa, temperatur 2 dəfə azalacaq. 8-də A variantı. 9-da isə yenə izobar prosesi verib bizə. Deyir ki, verilmiş təyyarə qazın mütləq temperatur izobar prosesdə 5 dəfə artarsa, temperatur 5 dəfə artır izobarda, onda həcm də 5 dəfə artmış olacaq. Yəni cavabımız da 9-cu sualda A variantı. İsobarda həcmlə temperatur düz münasibdir. Biri artırsa, digəri də artır, biri azalırsa, digəri də azalmış olur. 10. Verilmiş təyyarə qazın izotermik genişlənməsinə uyğun qrafiki müəyyən. İzotermikdir, yəni temperatur sabitdir. Temperaturun sabit olduğu qrafiklər, temperatur aşağıda olduğu üçün aşağıdakı qiymətin sabit olduğu hissələr D ilə C-də qeyd olunub. Yəni aşağıdakı qiymət sabit, yəni burada qalıb temperaturun qiyməti. Bu nöqtələrdə qalıb. İndi genişlənibsə həcmi artıb. Həcmin də artdığı C variantında qeyd olunub. Yəni oxun istiqaməti yuxarı olduğu üçün yuxarıdakı kəmətin qiyməti artır. Deməli həcm artır, genişlənir, temperatur da sabitdir. Onda cavabımız C variantıdır. D variantında həcmin qiyməti azalır. Bu sıxılmaya aiddir. 11. Hansı qrafik vermiş deddə qazında aparılan izotermik prosesə uyğundur? İzotermik prosesdə dedik ki, temperatur sabitdir. Temperaturun sabit olduğu prosesdə A variantında qeyd olunub. B variantında təzyiqlə temperatur düz mütənasibdir. C variantında təzyiq sabitdir. Y variantı kvadratik funksiyadır. D variantında kökaltı funksiyadır. İndi 11-də dedik A, sonra gəlir hansı? 12. Qrafiklərdən hansı izoxor prosesə uyğundur? İzoxorda həcm sabitdir. İzoxorda həcm sabitdir və həcmin sabit olduğu qrafik C variantında qeyd olunur. Yəni həcm aşağıda qeyd olunub burada və aşağıda kəmiyyətin sabit olduğu belə bir qrafik forması olacaq. Cavabımız olacaq 12-də C variantı. Keçirik növbəti sualımıza. Səhifə yekunlaşdı. 13. Verilmiş təhlildə qaz üçün izobar prosesə uyğun olan qrafikləri müəyyən edin. İzobar prosesdə dedik ki, təzyiq sabitdir. Bu zaman P bərabərdir NKT. Buradan N-i, yəni konsentrasiyanı tapanda P bölünsün KT. Yəni izobar prosesdə təzyiq sabit olduqda konsentrasiya temperaturun tərs asılıdır. Bir variantı doğrudur. Həcm temperaturla düz mütənasibdir. Çünki PV böl T nisbəti sabitdir. Burada təzyiq sabit olanda V böl T nisbəti də sabit olur. Həcm artanda temperatur da artar, həcm azalanda temperatur azalar ki, nisbət sabit qalar. İki variantı doğrudur. 3. Rho bərabər P bölünsün RT düsturuna əsasən təzyiq sabit olduqda Rho T-dən tərs transvasıdır. Bu da doğrudur. 4 səhvdir çünki təzyiq sabitdir. Burada təzyiqin artıb azalması qeyd olunub. Ona görə də bu 4 variantı səhvdir. 1, 2, 3 cavabımız olacaq 13-də C variantı. Keçirik növbəti sualımıza. 14-də. Yenə izobar prosesi soruşur bizdən. Sabit kütləli qaz üçün izobar prosesin qrafiki hansıdır? İzobar prosesi dedi ki, təzyiq sabitdir. Təzyiq sabit olduğu qrafik B variantında qeyd olunub. Təzyiqin həcmini asılı qrafik çəkib və təzyiqin qiyməti burada elə qalıb. Təzyiq sabitdir. 14-də B. 15 qrafiklər əsasən təzyiqləri müqayisə edin deyir. 1000 dəfə komponentlərini yazacaq. PV bərabər nöqtə. Buradan P-ni tapanda nöqtə bölünsün V. Şimdi burada yoldaşlar, biz demiştik ki, yuxarıdakı kəmiyyət aşağıdakı kəmiyyətə böləndə bizə verir tangensi. Yəni V bölü T nisbəti tangensdir. Tərsi, aşağıdakı kəmiyyəti yuxarıdakı kəmiyyətə böləndə kotangensdir. T bölü P nisbəti kotangens verəcək. İndi burada T bölü V yazılıb, yəni P bərabər T bölü V, yəni kotangens olacaq, nöqtə kotangens alıb. Bucaqla ifadə elədik. Təzyiqin düsturunu. P bərabər nöqtə kotangens alfa. İndi burada kotangens azalan funksiya olduğu üçün bucağın qiyməti artdıqca kotangens azalır, yəni təzyiqin qiyməti azalacaq. İndi burada ən böyük bucaq 1-dədir, 2 orta, ən kiçiyi də 3-dədir. Ona görə də getdikcə bucağın qiyməti artdıqca təzyiq dedik azalır. Ona görə də ən böyük təzyiq elə 3-də olacaq, sonra 2-də, sonra da 1-də. Cavabımız olacaq 15-də B variantı. Davam edirik. 16. Verilmiş ideal qazın bir atom ideal qazı izobar qızdırdıqda
İzobar təzyiq sabit deməkdir və qızdırılıbsa temperatur artıb. Temperatur artıbsa həcm də artmış olacaq. Düz münasib olduğu üçün. İndi həcm artırsa avtomatik sıxlıq azalar. Çünki sıxlıq bərabərdir, rho bərabər m bölünsün v. Kütlə sabitdir, rho v-dən tərs asılı olduğu üçün həcm artanda sıxlıq azalır. İkinci variant doğrudur. Və həcmdə dedik artır, dördüncü variant doğrudur. 2 ilə 4, 16-da. Keçirik növbəti sualımıza. Yuxarıda qeyd olunub. 17. Verilmiş kütləli bir atom ideal qazın sabit temperaturda həcmini azaltdıqda temperatur sabitdir, izotermik prosesdir. Həcmi azalıb, yəni V azaldı. V azalıbsa konsentrasiyası artar. Çünki konsentrasiya molekulaların sayının həcmə olan nisbətidir. Yəni tərs mütənasibdir. Həcm azalanda konsentrasiya artır. Bir doğrudur. Və təzyiq necə dəyişər? Təzyiq isə həcm azaldığı üçün artar o da. Çünki izotermik prosesdə temperatur sabit olduqda həcmlə təzyiq tərs mütənasibdir. Həcm azalanda təzyiq artar. 1,6 variantı doğrudur. Həmçinin deyə bilərsiniz ki, P bərabərdir NKT düzünə əsasən deyə bilərsiniz ki, temperatur sabit olanda təzyiqlə konsentrasiya düz mütənasib olur. Konsentrasiya artanda təzyiq də artar. Növbəti sualımız və sonuncu sualımız 18. Hansı qrafiklər izotermik prosesə uyğundur? İzotermik prosesdə dedik ki, temperatur sabitdir. Temperaturun sabit olduğu qrafik 2-də gözümə gəlir elə. Bu qiymətdə qalıb. Temperatur aşağıda qeyd olunub sabitdir. Və 4 variantı doğrudur. Çünki P bərabərdir NKT bayaq qeyd elədik. Temperaturun sabit qiymətinə təzyiqlə konsentrasiya düz mütənasib asılı olur və 5 variantı doğrudur. Bayaq onu da qeyd elədik. Temperatur sabit olanda təzyiqlə həcm tərs mütənasib olur. Cavabımız olacaq 2, 4 və 5. İzah. Bu qədər yoldaşlar, növbəti izahda görüşənə də özünüzdən müqayət olun.